Salam, xoş gördük hər birinizi. Sertifikasiya hazırlaşan müəllimlərinə dəstəyimiz davam edir. Gəlin görək bu gün hansı suallarla qarşınıza çıxmışıq. Birinci suala baxırıq. Bakı şəhərinin yerləşdiyi paralel üzrə yerin öz oxu ətrafında fırlanma sürəti 1708 km/saat olsaydı, Şuşa şəhəri neçənci saat qurşağında yerləşərdi? Normalda yer kürəsi 1 saatda 15 dərəcə dönür və sürəti biz 1 dərəcəlik qövsün uzunluğuna bölərək biz onu ala bilərik. Məsələn, 1281 km/saat sürətlə hal-hazırda Bakı şəhəri yerin öz oxu ətrafında fırlanır. Onu biz 85.4-ə bölərək 15-i ala bilərik ki, yer kürəsi öz oxu ətrafında 1 saatda 15 dərəcə dönür. İndi də bu suala gəlincə 1281 km yox, 1708 km saatdır. 1708-i bölərik 85.4-ə. Bu zaman 20 dərəcə edər. Yəni bu deməkdir ki, 1 saatımız 20 dərəcəyə bərabərdir. Yer kürəsi öz oxu ətrafında 1 saata 20 dərəcə dönür. 20-ni buradan aldıq. Və o zaman görək neçə saat qurşağı yaranır. 360-ı bölərik 20-yə yaranar 18 saat qurşağı. Sizə deyir ki, Şuşa şəhəri neçənci saat qurşağında yerləşər? Şuşa şəhəri də Azərbaycan ərazisindədir təbii ki, 45-50 arasında, 45-51 arasında, qərb tərəfdə düşdüyünə görə 46, 47, istədiyiniz bir rəqəmi təxminən götürə bilərsiniz. Biz təxminən 47 götürək. 47 dərəcə görək hansı saat qurşağına düşər. Bölərik 20-yə, çünki 1 saatımız 20 dərəcədir. Normalda 15-ə bölürdük, çünki yer kürəsi öz oxu ətrafında 1 saatda 15 dərəcə dönürdü. İndi isə 20 dərəcə dönəcək məsələnin şərtinə görə 47-ni bölərik 20-yə, düşər 2. Qalıq 7-dir. 20-nin yarısından, yəni 10-dan kiçik olduğuna görə, burada texnik səhv çəkdik, kiçik olduğuna görə olduğu kimi qalır. Yəni 2-ci saat qurşağında yerləşər. Doğru cavab B bəndi. Növbəti suala baxırıq. Birləşmiş Ərəb Əmirliyi və Belçikaya oxşar xüsusiyyətləri müəyyən edir. Konstitusiyalı monarxiya ölkələridir. Bəli, hər ikisi üçün ortaq fikirdir. Yox, Birləşmiş Ərəb Əmirliyi mütləq monarxiyadır. Ona görə bu yanlışdır. Ərazi quruluşuna görə Almaniya ilə eynilik təşkil edir. Yəni, inzibati ərazi quruluşuna görə Almaniya da federativdir, bunlar da federativdir. Yüksək inkişaf etmiş ölkələr siyasətine daxildir. Yanlış ifadədir. Birləşmiş Ərəb Əmirliyi inkişaf etməkdə olan ölkələr siyasətine daxildir. Energetika sənayesinin əsasını AES-lər təşkil edir. Atom elektrik stansiyası, yəni bu Belçikaya aiddir, amma Birləşmiş Ərəb Əmirliyinə aid deyil. Əsas iqlim qurşağında yerləşir. Birləşmiş Ərəb Əmirliyi tropik qurşaqda, Belçika isə mülayim qurşaqda yerləşir. Hər ikisi əsas iqlim qurşağıdır. Doğru fikirdir. İmiqrasiya emiqrasiyadan üstündür. Yəni ölkəyə gələnlər ölkədən gedənlərdən çoxdur. Bu da doğru ifadədir. Sualımızın doğru cavabı 2, 5, 6. Yəni B variantı doğru variantdır. Növbəti. Doğru sıraları seçin. Cərəyanlar və onlara aid olan xüsusiyyətlər verilir. Kanal. Sahillərdə buxarlanma ilə buxarlanma qabiliyyəti arasındakı fərqi azaldır. Kanar cərəyanı soyuq cərəyandır. Soyuq cərəyan da sahillərdə buxarlanma ilə buxarlanma qabiliyyəti arasındakı fərqi artırar, azaltmaz. Krosiyo isti cərəyandır, şimal və şərq yarımkürəsində müşahidə edilir. Antil isti cərəyandır, suyunun duzluğu ətraf sulara nisbətən çoxdur. İsti cərəyanlarda bəli suyun duzluğu daha çox olur. Peru istilik qurşaqlarının sərhədinin formalaşmasına təsir etmir fikri yanlışdır. İstilik qurşağı xəritəsinə baxsaq, görərik ki, cənub mülayim istilik qurşağının sərhədi şimala meyllənir Peru cərəyanının təsiri ilə. Kaliforniya Coriolis qüvvəsinin təsiri ilə sola meylidir. Şimal yarımkürəsində Coriolis qüvvəsinin təsiri ilə cərəyanlar sola deyil, sağa meylənməlidir. Ona görə bu ifadə də yanlışdır. Doğru cavabımız 3. Yəni A bəndi doğru olacaq. Xəritə sxemi əsasında cədvəldə uyğunluğu müəyyən edin. 2. Afrikanın ən yağıntılı məntəqəsi yerləşir. 2. Kamerundur. Bəli, Afrikada ən yağıntılı məntəqə Kamerunda, Kamerun dağları ətəklərində Debunca məntəqəsidir. Sonraki bəndə baxırıq.
İnkişaf etmiş ölkələr qrupuna daxildir. 1-3. Afrikada bir inkişaf etmiş ölkələr qrupuna daxil olan ölkə var, o da 3-dür. Yəni 1-ə aid deyil. Bu yanlış bənddir. 1-4-6. Yanar təbii ehtiyatlar mövcuddur. Əlcəzair, Libiya və 6. Nigeriya üçün doğru ifadədir. Səninki neft ehtiyatlarına malikdir. 5. Kariba su anbarı yerləşir. Kariba deyil, Cabora-Bassa su anbarı yerləşir. Kariba su anbarı Zambiya-Zimbabwe sərhədindədir. 4-6. İslam şərq sivilizasiyasına aiddir. 4 doğrudur, amma 6 Afrika sivilizasiyasına aiddir. Doğru ifadələri soruşur bizdən. Doğru sıralar 1 və 3-cü. Yəni B bəndi doğru bənddir. 46 şimal enliyində günorta vaxtı günəş şüalarının düşmə bucağı 42 dərəcə olduğu zaman günəş şüalarının 82 dərəcə düşdüyü enliklər arasındakı ən qısa məsafəni 1 bölünsün 4 milyon miqyaslı xəritədə hesablayın. Müəllimlər, biz əslində burada qısa yolla getməliyik. Yəni getsək daha yaxşı olar. Çünki imtahanda vaxt məsələsi bizim üçün önəmli amillərdən biridir. 46 şimal enliyində günəş şüalarının düşmə bucağı 42 olduğu zaman deməli 46 şimal enliyində günəş şüalarının düşmə bucağı 42 dərəcədir. Bu zaman hansı paraleldə 82 bucaq altında düşər, onu tapmalıyıq. İstənilən bir məntəqədə günəş zenitdədir, bilmirik hansı məntəqədir və bura günəş şüalarının düşmə bucağı 90 dərəcədir. Zaten bizə bu günəşin zenitdə olduğu məntəqənin hansı olması önəmli deyil. Və bilirik ki, günəş buradadırsa, özündən həm cənubda yerləşən, həm də şimalda yerləşən bir paraleldə 82 bucaq altında düşə bilər. 82, 82. Buradan bura hesablayırsınız 8 dərəcə, buradan da bura yerləşirsiniz 8 dərəcə. Bizə lazımdır ki, 82 dərəcə düşdüyü enliklər, yəni bu enliklə bu enlik arasındakı məsafəni hesablayaq. 8, 8, 16 dərəcə fərq var. Yəni buradan bu o qaydaya əsaslanır ki, məntəqələr arasındakı günəş şüalarının düşmə bucağı fərqi enliklər arasındakı fərqə bərabərdir. 16 dərəcədir. 16-nı vururuq 111-ə, bölürük miqyasa. 5 dənə 0 siləndə 40-a bölürük. Bu da eləyər 44.4. Doğru cavab A bəndi etməlidir. Davam edək növbəti sualımızla. Uyğunluğu müəyyən etməyimizi istəyir. Doğru, yanlış ifadələri verilir. Quba Xaçmaz iqtisadi rayonunun ərazisi 2 tektonik zonada yerləşir. İfadəsi doğrudur, doğru da verilir. Abşeron Milli Parkı Bakı iqtisadi rayonunda yerləşir ifadəsi doğru ifadədir, amma yanlış verilir. Deməli, uyğunsuzdur. Respublikamızın ərazisində ən qədim çuxurlar Qarabağ iqtisadi rayonunda yerləşir. Səhvdir. Yanlışa yanlış verib deyə doğrudur, yəni uyğundur. Qonaqkənd fiziki coğrafi rayonunun yerləşdiyi vilayət daxilində bütün fiziki coğrafi rayonlarla həmsərhəddir. Doğru fikir, doğru da verilir. Şirvan Salyan iqtisadi rayonunun xarici ölkəyə çıxışı mövcud deyil. Fikri yanlışdır. Biləsuvardan çıxış var. Yanlışa doğru verib deyə bu uyğun hesab edilmir. Respublikamızda landşaft inversiyası yalnız Kiçik Qafqaz tektonik zonasında baş verir. Bu doğru fikirdir, amma yanlış verib. Deməli, uyğunsuzdur. Yəni, landşaft inversiyası bizdə yalnız Kiçik Qafqaz tektonik zonasında yerləşir. Talış dağları tektonik cəhətdən Kiçik Qafqaza aiddir. Ona görə biz Kiçik Qafqaz tektonik zonasında müşahidə edilir ifadəsini doğru götürməliyik və yanlış verir. Uyğunluğu soruşduğuna görə 1-ci, 3-cü və 4-cü bəndlər doğrudur. Yəni, sualımızın doğru cavabı B bəndidir. Sertifikasiya imtahanında mütləq iqtisadi rayonlarla və fiziki coğrafi rayonlarla bağlı suallar düşəcək. Ona görə də hər izahda bu mövzuya xüsusi önəm veririk. İzlədiyinizə görə təşəkkür edirəm.